Şəhərdə artıq taxta konstruksiyadan tikilmiş evlərin söküntüsünə başlanılıb və yerində daha müasir, çox mənzilli və çox mərtəbəli binalar tikilir və bu ümumi olaraq Sumqayıt şəhərində olan bütün istismar müddətini başa vurmuş binalara şamil olunacaq. Hazırda tikinti işləri sürətlə davam etdirilir. Qısa müddətdə sakinlər yeni mənzillərlə təmin olunacaqlar. Mən uzun illərdir bu binada yaşayıram. Bu bina qəzalı vəziyyətdədir. İndi isə yenilənmək ərəfəsindədir. Çox şad oluruq ki, gəlib yenilənlər rahat bir şəraitdə yaşayacağıq. Yaşadığım bina demək olar ki, tam yararsız halda olduğu üçün hal-hazırda yeni müasir tipli bina tikilir və bu tikinti də bizi çox sevindirir ki, biz də gələcəkdə ailəmizlə birlikdə bu binada yaşaya bilərik. Taxta konstruksiyadan tikilən binalar köhnəldiyindən yanğın riski də yüksəkdir. Odur ki, sakinlər üçün bu təhlükə artıq arxada qalacaq. Bu işlər şəhərimizin bir sıra yaşayış massivlərində, o cümlədən 4-cü, 15-ci, 16-cı, 17-ci, 20-ci məhəllələrində mərhələli şəkildə həyata keçirilir. Bu proses gələcəkdə şəhərimizin digər məhəllələrini, xüsusən taxtadan tikilmiş inşaatçılar massivini, istismar müddətini başa vurmuş binaların çox olduğu əraziləri, həmçinin qəzalı vəziyyətdə olan yaşayış binalarını və yataqxanaları da əhatə edəcəkdir. Bütün işlər Sumqayıt şəhərinin baş planına uyğun aparılır. Xədicə Səxavət, Valid Bəxtiyaroğlu, Rəşidə Zülfüqarova, ASTV xəbər.